Dostlar, Bakıxanovlar razində, Aygün molun arxasında, Bakıxanov qəsəbəsinin mərkəzində super təmirli, sıfırdan təmir olunmuş, özü üçün şəxsi təmirli bir mənzili sizin üçün təqdim etməyə gəlmişik. Yerləşmə yerinə söz ola bilməz. Mənzilin təmiri də həqiqətən yüksək səviyyədədir, ideal vəziyyətdədir. Bir dənə bu videonu axıra kimi izləyin dostlar, təqdimata başlayıram. Bu günləri dostlar sizin üçün bir dənə ev göstərəcəm. Həqiqətən ev tam ürəyinizcə olacaq, bunu 100% bilirəm. Evdə yəni hər bir şərait yaradılır. Bax, girişdə istipoldan təmin olunur. Mətbəx, sanuzel, sanitar qovşaq, eyvan hissəsinə qədər istipoldan təmin olunur. Bura evin qapıdan giriş hissəsidir. Bura xol hissəsidir. İstəyirəm qonaq otağını, zalı göstərim, ölçülərini də izləyicilərimiz görsün. Deməli, əziz dostlar, bax, evin pərdəsinə qədər, lüstrasına qədər, hazır vəziyyətdə, kondisionerin yerinə qədər hamısı qoyulub. Bir dənə burada alan adam, inşallah Allah xeyir versin, alan adam mebellərini yığacaq, yaşayacaq. Bahalı boylar, bahalı laminat, yəni ev sahibi burada keyfiyyətli iş görür. Öz üçün şəxsi təmirdir, müəyyən səbəblərə görə satır. Deməli, dostlar, aboy seçimləri, qapı seçimi ağ, gördüyünüz kimi işıqlandırma sisteminə qədər təmir zövqlü təmirdir, bir-birini tamamlayır. İndi isə dostlar, yataq otağını göstərəcəm, qonaq otağında olduğu kimi, zalda olduğu kimi. Burada da pərdəsi, lüstrası və yataq otağına məxsus, belə deyim də, yataq otağına yaraşan aboy seçimlərini ev sahibi gördüyünüz kimi təmir edib, Allah xeyir versin. Buranın kvadratı, dostlar, belə deyim də, aradasa 16-17 kvadrat yataq otağının ölçüləridir. 20-22 kvadrat qonaq otağıdır, radiatorları qoyulub, gördüyünüz kimi stil sistemi kombidir. Sənədlər tam qaydasında, işıqlar görsə hamısı ayrı-ayrı. Hər otağın öz işığı. Burada girişdə sağda sanuzel, sanitar qovşaq və belə bir qladovkamız var. Burada da əlavə veşlərin yığılmaq üçün qladovkasını düzəldir. Yəni sanuzel, sanitar qovşağı da göstərək. Aksesuarlar quraşdırılıb, təmirdən sonra dostlar yaşayış olmayıb. Sanuzelin, sanitar qovşağının aksesuarları da hamısı yenidir. Yəni istifadə olunmayıb. İndi isə dostlar, ən əsas xanımlarımız üçün maraqlı olan mətbəx hissəsini göstərəcəm. Burada istipolla təmin olunub. Burada bir dənə çatışmayan mətbəx mebelidir, əziz dostlar. Yəni alan adam inşallah mətbəx mebelini yığacaq. Yəni burada hər şey qaydasındadır. İşığın, qazın, suyun hamısının yeri düzəldilib hazır vəziyyətdə. Bura pərdəsinə qədər qoyulub, lüstrası, gizli işıqları hamısı var. Bura cam balkon olunub dostlar. Mənzilin eyvan hissəsi. Cam balkon yığılıb, kombi sistemi də burada quraşdırılıb. Pəncərəsi də buranın da dostlar, yəni polu istipolundan təmin olunub. Pəncərənin də qabağı açıq bir operatorumuz inşallah göstərsin. Gün vuran mənzildir. Alan adam dediyim kimi, dəyərli izləyicilərimiz, alacaq, köçəcək, əşyalarını yığıb yaşayacaq. Evdə hər bir şərait yaradılır. Bu mənzilin yerləşmə yeri haqqında sizə məlumat vermişəm. 9 mərtəbəli binanın 5-ci mərtəbəsi Leningrad layihə. Ən gözəl layihələrdən biridir. Sənədlər tam qaydasında, alqı-satqı günü mənzilin açarları ofisimiz tərəfdən alıcımıza təhvil veriləcək. Mənzil tam təmirli, tam ətraflı olaraq göstərdik, tam təmirli vəziyyətdədir. Yüksək səviyyədə təmir işləri görülüb. Aygün Mol Ticarət Mərkəzinin arxası, məktəb, bağça, böyük ticarət obyektləri hamısı evin tam yaxınlığında yerləşir. Dostlar, bu mənzilin qiyməti 163 min manatla satışa çıxıb. Real alıcı olarsa ev sahibi ilə qiymətdə razılaşma olacaq. Nömrəm səhifədə var, dəyərli izləyicilərim. Allah xeyir versin, zənginizi gözləyəcəyin, xeyirli uğurlu olsun, sağ olun.